Salam dostlar. Bugün sizə telefon donmanın səbəblərini göstərəcəyəm. Mənim telefonum düzdür donmur, amma sizə bir neçə növünü göstərəcəyəm donmaması üçün. Məsəl üçün, ilk öncə ayarlara giririk. Ayarlardan yardımcı seçeneklər var. Onu necə yarada bilərik? O sizdə bu dəqiqə yoxdur. Cihaz haqqında giririk. Cihaz haqqında girdikdən sonra nömrəni yaradın. Yaradıcı rejim artıq aktivdir. Gördüyünüz kimi məndə yazılır. Buraya girirsiniz. Burada məsəl üçün toxunuşları göstər. Özü bir, yəni dondurucunu gördüyünüz kimi mən bu Mobizenlə deyil, telefonun özünündür. Məcburi QP indirmə, renderləməsi. Bunun əvəzə basırıq, 2D'dən istifadə edirik. Bir də ki, gördüyünüz bu pəncərə animasiyası, bu sizdən hamısı birdə olacaq. Amma bunu animasyon sonludur edirik və çıxırıq. Gördüyünüz kimi, yəni bu qədər çox asandır. Edin. Əgər edəcəksiniz, yəni bəyənəcəksinizsə, aşağıdakı tuşa basmağı heç unutmayın. Mənə abunə olun. Sağ olun, salamat qalın.